Mən bir belə paylaşım etdim, yayım etdim. Orada dedim ki, bir nazirin qızından danışdım ki, dövlətin, xalqın, yəni bizə aid olanları necə belə rahatlıqla yeyirlər, həzm edirlər. Nə bilim, o xanım, elə xanım da deyim, o nazirin, təbii ki, o nazir indi nazir deyil də, keçmişdə sabiq nazirlərdən birisidir və dedim ki, məhz onun qızı bir mağazada işləyən, marketdə də yox, kiçik bir mağazada işləyən bir oğlanla tanış oldu, əri ola, həyat yoldaşı ola, evladı ola, ona çoxlu, lap çoxlu pullar xərclədi. O bizim pulumuzdur. Xalqın puludur, insanların puludur. Və hamı yazdı, sən yalan deyirsən, sən yalan deyirsən, adın yaz. Əzizlərim, mən yalan demirəm, mən nəyi danışıramsa, faktla danışıram. Bəli, məgər tək o nazirin qızıdır, digər nazirlərin qızları belə deyil. Təbii ki, indiki nazirlərdən danışmıram, sabiq. Siz özünüz görürsünüz də, nələr baş verir. Nazirlər nələr idi, sərvətləri yığıb yığışdırmaq olmur, elə siyahını yığıb yığışdırmaq olmur. Onlara yaxınlaşanda ümumiyyətlə bilinir ki, onların nə qədər sərvəti var. Təbii ki, əgər nazirin qızıdsa, o pulu, özünün olmayan o pulu xərcləməlidir oğlana və oğlanlara. Eşitdiyimə görə tək oğlana yox, elə oğlanlara həmin nazirin qızı pullar xərcləyib. Mən ona görə xahiş edirəm ki, mənə deməyin ki, adını çəkin. Güya ki, hadisələri özünüz görmürsünüz, şahidə olmursunuz, ad çəkməyə ehtiyac var. Xırda bir məmurun adi bir küçədə tualet saxlayır, ayaq yolu istifadə edəndə, hansı ki, onu tikib bir fəaliyyət göstərir, gündə 20 qəpik oradan pul ödəyib o ayaq yoluna girən insanlar olur da. O ayaq yolunun sahibi milyonlar qazanır. Onun qızları, ayaq yolu olan bir şəxsin qızı, oğlu pulların içində batırsa, nazirin evladı nə etməlidir ki?